Əslində biz həyat çətinliklərindən danışan kimi bizdə şövq, həyəcan artmalıdır. Müsbət mənada ki, məsələn, Aycan başlandı oyun. Maraqlı bir oyundur bu. Əgər çətinliklər sənin ruhiyyəvi xarab edəcəksə, sən zəif oyuncusansa və məğlubiyyətə məhkumsan. Məğlub olacaqsan. Problemlərdən qorxan adamlar zəif adamlardır. Həzrət Əli əleyhissalam cavanı ilk dövrdə problemlərlə üzləşdirir ki, yaşamaq şövqünü artırsın. Deyir ki, bu şeyləri idarə edən bir Allah var, narahat olma. Özü belə tənzimləyib ki, səni uğura çatdırsın. O sənin azarkeşindir, həm yaradanın həm də azarkeşindir. Heç nə onun diqqətindən kənarda deyil. O səninlə məşğuldur və problemləri tökür sənin qabağına ki, onlar sənə zərbə vursun, səni böyütsün. O sənin arxonda dayanıb özü hər şeyi bir anda həll eləyə bilər. Sadəcə özü belə oyun qurub sənin üçün ki, səni inkişaf elətdirsin.